Ya eyyuhellezine amenu, ey o adamlar ki iman gətirirsiniz. Mən yertəd minkum ən dini. Birdən hər kəs öz dinindən dönə, sizlər də dönəsiz. Fəsəvfə yətiyəllahu biqavmin. Rahat olmayız. Biz bundan sarsılmarıq. Fəsəvfə yətiyəllahu biqavmin. Sonra Allah bir dənə qavmi gətirər, bir dənə cəmiyyət gətirər. Yuhibbuhum və yuhibbunəh. Onlar bir insanlar olarlar. Həm onlar Allahı sevərlər. Bir, həm Allah onları sevər. Əzillətin aləl müminin, əizzətin aləl kafirin. İki, onlar bir adamlar olarlar, möminlərə qarşı çox təvazükar, özlərin zəlilcəsinə, yəni təvazükarcasına aparan insanlar olarlar. Əizzətin aləl kafirin, kafirlərin müqabilində sərt insanlar olmuş olarlar. Yücahidunə fi səbilillah, Allah yolunda mücahidət eləyərlər. Və la yaxafunə ləvmətə laim. Beşincisi də budur ki, onlar heç bir onları qınayanların, tənqid atəşinə tutanların, istehza eləyənlərin fikirləri onlarda heç bir təsir buraxmaz. Zəlikə fəzlullah tutihi mən yeşa. Bu Allahın bir dənə fəzlidir ki, istədiklərinə nəsib eləyər. Ayə-i kərimədə neçə dənə nöqtə var idi bu 5 dənə cümlədə. Birinci, Allah o adamların simasını sayanda dedi yuhibbuhum və yuhibbunəh. O adamlar da ay dinlə dönən sizlər. Ayə deyir. Siz kimi olmazlar onlar Allahın sonra gətirəcəyi o qom. Həm onlar Allahı sevərlər, həm Allah onları sevər. Birdən bəziləri deyə bilər elə bizə aiddir, biz inşallah mömin cəmiyyətiyik. Bəziləri deyə bilər, elə hamıdan biz bunu görürük. Ən kafir insanlar belə danışanda deyirlər, biz Allahı hamıdan çox istəyirik. Yoxsa sən nə deyib Allah istəməyəsən? Allah səni yaradıb. Can verib, mal verib, evlad verib, həyat verib, qəlbə döyüntü verib. Yaratdığı təbiətdən sənə pay verib. Sən nə deyib Allah istəməyəsən? Axı, böyük bir hünər mi elədin? Yo, meyar sənin Allahı fəqət yalancı iddialarda istəyindir. Və yuhibbunə, sevgün əməlində, rəftarında bir yerə çatmalıdır. Allah da səni sevməlidir. Ondan sonra bunun əyarı tamamdır. Yuhibbuhum və yuhibbunə. Həm Allah onları sevir, bir, həm onlar Allahı. Əzillətun aləl müminin, əizzətun aləl kafirin. Möminlərə qarşı təvazükar, kafirlərin önündə bunlar sarsılmaz və sərt mövqe ilə çıxış edirlər. Heç vaxt kafirlərin önündə sitayiş, kafirlərin önündə kəm gətirmək, kafirlərin önündə bunlarda titrəməklik yoxdur. Yücahidunə fi səbilillah. Allah yolunda bunlar mücahidət edirlər. Bu cümlə ki deyir Allah yolunda mücahidət edirlər, bu cümlədə 2 nöqtə var. Biri budur deyir Allah yolundadılar bunlar, başqa yolda deyirlər, yanlış yollarda deyirlər. İkincisi deyir Allah yolunda, yəni bunların niyyətləri də elə bəhs mütəal Allahın özüdür. İlahi niyyətlə doğru yolda qədəm götürürlər. Və la yaxafunə ləvmətə laim. Baxın, bütün hərəkət edən insanların, özəlliklə bir cəmiyyət ki, pozğunluqlara, çirkinliklərə gedir, onların önündə dayanıb hərəkət edən insanları daima cəmiyyət qınayırlar. Deyirlər, sən bir dənə düzü dünyanı düzəltməyəcəksən, sən geridə qalmışsan, hamı belədir, reallıq belədir. İnsanlarda bax, məgər ruhunda, əqidəsində zəiflik olarsa süstləşmə yaranır. Amma bu insanlarda mütəal Allah deyir, bu sözlər süstləşmə yaratmayacaq. Onlar möhkəm. Əl-müminu kəl-cəbəli rasix la yuhərrikuhul əvasif. Mömin yenilməz, sarsılmaz, dağ kimidir. Küləklər onda təsir qoymaz kimi bunlarda təsir qoymur. Allah deyir, bu böyük fəzlidir ki, Allah hər kəsə istəsə verər və Allah bilən və vüsət bağışlayandır.